Bismillahirrahmanirrahim. Quran-ı Kərimin Ali İmran surəsinin 81-ci ayəsində belə buyurulur. O vaxtı xatırlayın ki, Allah peyğəmbərlərdən, sizə verdiyim kitab və hikmətdən sonra sizin yanınızda olanı təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz deyə əhd almış və demişdir. Bunu təsdiq edirsinizmi? Mənim ağır olan əhdimi qəbul edirsinizmi? Onlar da təsdiq edirik deyə cavab vermişlər. Allah, elə isə şahid olun, mən də sizinlə birlikdə şahidlərdənəm deyə buyurmuşdur. Bugün Allah tərəfindən bizə göndərilmiş İmam Muhammed İbn Əsgəri əleyhissalamın bizə olan elçiləri, Məhəmməd sallallahu aleyhi və səlləmdən bizə gəlib çatmış vəsiyyətdə adları keçən Əhməd Əl-Həsən və Əbasadiq Abdullah Haşimi qəbul etməklə Allahla bağladığımız əhdi yeniləyirik və 7-ci əhdi qəbul edirik və buna şahidlik edirik. Və əşhədu ən la ilahə illallah və əşhədu ənə Muhammedən Rəsulullah və əşhədu ənə Əliyyən min vüldihi hüccətullah və əşhədu ənə Mehdiyin hüccətullah. Ey Rəbbimiz, sənin bizə nazil etdiyinə iman gətirdik. Sənin bizə göndərdiyin elçiyə itaət etdik. Elə isə bizi şahidlərdən yaz. Allahümmə səlli əla Muhammedin və ali Muhammed, ələimmə vəl-mehdiyin və səllim təslimə.